Sualı özlərinə verirlər, tapa bilmirlər. Ancaq biz bütün onların iş həyatını oturub, yəni başdan analiz etməyə başlayırıq. Məsəl üçün vaxtilə deyirsən uğurluyam və o uğuru Okey. qazandığın zaman nələr edirdin? Artıq onların hamısını biz çıxardırıq. O insanın özü baxsın, indiki ilə müqayisə edirik. O vaxt etdiyin hansı hərəkətləri indi etmirsən, o vaxt verdiyin hansı qərarları indi vermirsən. Fərqi özü görür və orada müəyyən bir neçə seansdan sonra artıq başa düşür ki, hə, mən demək indi bunu səhv edirəm. Və Aha. çox təəssüflər olsun ki, iş adamları rəhbər vəzifəsində çalışan insanlar müraciət edir, özlərini dəyişmək istəmirlər. Hamı işçini dəyişmək istəyir. Vav, nə qəşəng. Hə. Niyə? Hamı gəlir ki, işçi qaçır, çıxır, gedir. Hə, mən onu belə yetişdirdim, belə çalışdım, amma məndən çıxdı, getdi. Mən nə bilim, ona belə maaş verdim, yenə də çıxdı, getdi. İşçidən şikayət edirlər ki, mən işçini işə necə bağlayım?